Almanlar özləri bax bu maşını sürür. Almaniyada nə Mercedes, nə BMW hələ ki bu markanı keçə bilmir. Hələ mən markanı qoyuram qırağa, hansı ki Azərbaycanda bu markanı əslində gözüm çıxdıya salıblar, yəni Volkswagen-i. Əsasən Azərbaycanda Mercedes-dir, BMW-dir də, yəni söhbətdə. Volkswagen Golf 6-dır yeri gəlmişkən, 2010 istehsalı, təvəllüdlü, belə deyərdim. Və təsəvvür eləyin ki, bu maşın 1.6 dizeldir. Yəni dizel. Bu maşının sahibi Mirzə qardaşımızı biz çağıraq bura. Mirzə, bir dənə yaxınlaş zəhmət olmasa. Mirzə, necəsən, nə var, nə yox? Sağ olun, çox sağ olun. Mirzə, səndə bundan qabaq deyəsən Golf olub. Bundan qabaq Golf 4 olub. 4 olub. Bəli. 2-3 il bundan əvvəl Golf 4'üm olub. O da bunun kimi 2 qapılı olub. 1.8 motor idi, turbosuz. Turbosuz. Bəli. Atmosfer motor idi. Yaşadığım problem ötürücülər qutusu ilə əlaqəli bir problem idi. Qalb, bəli. O da yəni sürücü səhvi nəticəsində olmuş bir şey idi. Yağ soyucusu dəyişmədiyi üçün yağ suya qarışmışdı. Nə qədər sürdün onu? Hardasa 60.000 kilometr avtomobili sürdüm. Hardasa 8 ay. Satdım. Mercedes aldım. 203 kuza. Hamının yenə problemli saydığı bir avtomobil idi. Qardaş konkret problem axtarıb da özünə. Yəni priключение axtarıb və sonra onu da satdım, bunu aldım. Yəni sözün həqiqi mənasında Mirzə özünə söz verib ki, indi Mirzə neçə yaşın var sənin? 23. 23 sənin həyatın qabaqdadır inşallah. Yəni sən yenə də problemli maşınlarla davam edirsən. Bəli, davam edəcəm. Burası yaşın azdır yoxsa belədir? Növbəti hədəf Audi'dir. Azərbaycanda əgər biz Mercedes, BMW-yə çox böyük üstünlük veririksə, yəni Almanlar əslində bax bizim o sürə bilmədiyimiz və belə deyək də, yenə deyirəm, bayaq dediyimiz kimi gözüm çıxdıya saldığımız həmin o Volkswagen-i daha çox sevir və keçən il 2025-ci ildə təsəvvür eləyin 85.000-dən çox Golf alınıb. Hələ Golf mən təkcə Golfu deyirəm. Və ümumilikdə biz Volkswagen-i götürsək, keçən il 560.000-dən çox Volkswagen satılıb ümumi. Biz Golf'dan danışdıq. Həmin o 85.000 ona aid idi. Etek də ki buradadır. Həmişə öz yerində.